Birinci Qarabağ müharibəsi başlayarkən o ailəsi ilə birgə Rusiyada yaşayırdı. Lakin vətən dar gündə olanda rahatlıq tapa bilmirdi. Nəticədə öz doğma vətəninə qayıtmağı qərar aldı. Gəldi və Ağdam rayonunun Abdal Gülablı ərazi özünü müdafiə batalyonunun sıralarına qoşuldu. Doğma yurdunun müdafiəsində dayandı. Bu yolda da şəhidlik zirvəsinə yüksəldi. Söhbət şəhid Bahadur Quliyevdən gedir. Döyüş yoldaşları onu anaraq məzarını ziyarət ediblər. Biz 6 uşağıq, 5 qardaş, 1 bacı. Mənim 3 qardaşımın Bahadurla 3 olur. Bahadur Kazana düşmüşdü. Kazandan 1 ay qulluqdan sonra gəldi, imtina elədi, gəldi ki, ata mən getmək istəyirəm. Dedi ki, ata mənim arzum odur ki, mən də gedəm orada döyüşəm. Səhərsi günü biz Azərbaycana gedəndə üzü açıq, alnı açıq, yəni fəxrlə gedək ki, biz orada döyüşdük. Bahadur Sehrimanoğlu Quliyev Birinci Qarabağ müharibəsi zamanı doğma kəndinin, həm də ümumilikdə Ağdamın müxtəlif istiqamətlərdə düşməndən müdafiəsində iştirak edir. Aktiv döyüş əməliyyatlarında zirehli texnikaları daha çox məhv etməyə can atan igidimiz hər zaman döyüş yoldaşlarını düşünür. Onları qorumaq niyyəti ilə öndə gedir. Bahadur qardaşımız bizim kəşfiyyatçı olaraq 1995-ci il aprel ayının 16-sı günü çox dəyərli, lazım olan bir tapşırıq yerinə yetirərkən şəhid olmuşdu. Bizim itirdiyimiz döyüş yoldaşları, bizim şəhid olan qardaşlarımız bu vətənin, bu dövlətin, bu millətin ən layiqli, ən qabiliyyətli kişilər olubdu. Aradan uzun illər ötsə də bir zaman çiyin-çiyinə soyuq səngərlərdə vətənin keşiyini çəkən Bahadurun döyüş dostları onu doğum günündə anırlar. Bahadur burada duran hər birinin əzizi, qardaşı, həqiqətən belə deyək də, ən pis gündə bizim kürəyimiz bir-birimizə söykənibdir. Onu da qeyd edim ki, yəni bu qardaşların hər birinin itirilməsi bizim üçün, yəni bu itkiyə əvəz olunan heç bir itki yoxdur. Bunu yalnız burada duran bu əziz qardaşlar hamısı bilirlər. Bahadur doğrudan da çox cəsur bir döyüşçüydür. Yaxşı qardaşıdır, yaxşı yoldaşıdır, qorxmaz bir cəsur döyüşçüydü. Həqiqətən elə idi bu. Yəni burada onu tanıyanlar hamısı onu təsdiq edir. Atəşkəs elan olunsa da ermənilərin təmas xətti boyunca mütəmadi olaraq təxribat xarakterli əməlləri davam edir. Mövqelərimizin və dinc sakinlərin atəşə tutulması artıq adi hal almışdı. Gələn növbəti əməliyyat tapşırıqlarından biri ermənilərin aktiv atəş açdığı mövqeyin susturmaq idi. Bahadurun sonuncu əməliyyatını döyüş yoldaşları bu cür xatırlayırlar. Bahadur döyüşə girdi, şəhid oldu. Bahadur döyüşçüydü. Yəni Bahadur Azərbaycandan da olmuşsa da Azərbaycanda yaşamırdı. Bahadur Rusiyada yaşayırdı. Döyüş vaxtı qayıtdı, gəldi bura. Biz getdik, bizə lazım olan tapşırıqları komandirlər verdi. Bizə lazım olan dostçalar göstərildi. Biz orada yerləşdik. Bizdən irəli keçən xan idi. O bir dostlardan, yoldaşlardan vardı. Bir neçəsi də onlar irəli getdi. Bizə irəlini gözləmək lazım idi. Orada biz müəyyən mənada yerimizi dəyişmək məcburiyyətində olduq. Yerimizi dəyişən zaman qardaşımız minaya düşdü. Yəni mina ona çox yaxın bir məsafədən düşdü deyən. Şəhid Bahadur Quliyev Ağdamın Xındırıstan kənd qəbristanlığında dəfn olunub. Onun əziz xatirəsi qəlblərdə daim yaşayır. Daşqın Abdullayev, Zamir Əhmədov, Nərmin İbrahimova, Ağdam.